Hörmətli dinləyicilərimiz, əziz müəllimlərimiz, dəyərli şagirdlər və sevimli məktəb yoldaşları. Bugün gələcəyin işığı, efirindən sizə səslənən hər söz, hər fikrin arxasında həm qürur, həm də vətənpərvərlik dayanır. Mən İlknur Ağazadə, 6B sinif şagirdi sizləri salamlayır. Və bugünkü xüsusi proqramımızda sizinlə birlikdə olmağından böyük məmnunluq duyuram. Bugünkü mövzumuz Azərbaycan dəmiryolu işçilərinin peşə bağlamına həsr olunur. Bugün biz dəmiryolu sahəsində çalışan bütün peşəkarların əzmkarlığını, fədakarlığını və vətənə xidmətini qeyd edəcəyik. Hər bir dəmiryolu xətti təkcə metal və taxta parçalarından ibarət deyil. Bu həm də insan zəhmətinin, məsuliyyətinin və hər gün daha yüksək keyfiyyət üçün göstərilən səylərin ifadəsidir. Dəmiryolu işçiləri gecə-gündüz yağışda və qar altında ölkənin hər güşəsində həyatın ritmini təmin edən insanlardır. Onlar yalnız yük və sərnişin daşıyıcılar deyillər. Həm də millətin iqtisadi inkişafının, sosial əlaqələrinin və bölgələr arası birliyinin əsas dayanlarından biridir. Azərbaycan dəmiryolu tarixi çox zəngin və maraqlıdır. 1878-ci ildən başlayaraq ölkəmizdə dəmiryolu infrastrukturu inkişaf etməyə başlamış, hər dövrdə xalqın rifahına və iqtisadiyyatın möhkəmlənməsi xidmət etmişdir. Dəmiryolu yalnız nəqliyyat vasitəsi deyil, həm də ölkənin müstəqilliyinin, birliyinin və inkişafının simvoludur. Bugünkü mövzumuzda dəmiryolu işçiləri ölkəmizin strateji məqsədlərinin nail olmaq üçün səylə çalışırlar. Statistikaya nəzər yetirsək, Azərbaycanda dəmiryolu şəbəkəsi 2000 kilometrdən çox məsafəni əhatə edir və hər il milyonlarla sərnişin və milyonlarla ton yük daşınır. Bu böyük sistemin fasiləsiz işləməsi həm də işçilərin yüksək peşəkarlığı və intizamlı sayəsində mümkündür. Hər rəis, hər vaqon, hər stansiya işçilərinin diqqət, zəhmət və məsuliyyətini tələb edir. Dəmiryolu işçilərin peşəsi yalnız texniki bilik tələb etmir. Bu peşə həm də böyük səbir, insanlarla işləmə bacarığı və fövqəladə hallara hazır olmağı tələb edir. Məsələn, gecə yarısı qəza və ya texniki nasazlıq baş verdikdə işçilər dərhal hərəkətə keçərək problemi aradan qaldırır, sərnişinlərin təhlükəsizliyini təmin edirlər. Onların hər bir addımı millətin həyat ritminə bağlıdır və bu hər birimiz üçün böyük məsuliyyət və nümunədir. Bir neçə hekayəyə nəzər salaq. Məsələn, Bakıdan Gəncəyə gedən sərnişin qatarının mühəndisi uzun iş saatlarından sonra belə hər səfəri təhlükəsiz və vaxtında təmin etmək üçün yorulmadan çalışır. Onun diqqəti və fədakarlığı sayəsində minlərlə insan hər gün işinə və evinə vaxtında çatır, eyni zamanda yük qatarlarının operatorları ölkənin iqtisadiyyatına birbaşa dəstək verir. Kənd təsərrüfatı məhsullarından tutmuş, sənaye mallarına qədər hər yükün təhlükəsiz daşınmasına təmin edirlər. Bu yalnız iş deyil, həm də millətə xidmətin ən böyük nümunəsidir. Dəmiryolu işçilərinin fəaliyyətini daha da möhkəmləndirən texnologiyadır. Müasir dövrdə dəmiryolu sahəsi yüksək texnologiya ilə inteqrasiya olunur. Elektron nəzarət sistemləri, avtomatlaşdırılmış sinyallaşdırma və vaqon monitoring sistemləri işin keyfiyyətini artırır və qəza riskini minimuma endirir. Lakin bütün bu texnologiyalar yalnız işçilərin peşəkarlığı və bilikləri ilə tam şəkildə işləyə bilər. Onların təcrübəsi, intizamı və səbirləri olmadan hər texnologiyanın təsiri məhdud qalardır. Peşə bayramı həm də gəncləri bu peşəyə cəlb etmək üçün fürsətdir. Dəmiryolu sahəsi yeni nəsillər üçün həm perspektiv, həm də məsuliyyəti işdir. Şagirdlər gənclər üçün bu səhnə yalnız iş yeri deyil, həm də vətənə xidmət etmək, cəmiyyətin rifahına töhfə vermək deməkdir. Bizim ölkəmizdə hər bir uğurlu qatar səfəri, hər bir təhlükəsiz daşınmış yük, milli birliyimizi və iqtisadi gücümüzün təzərrühatıdır. Azərbaycan dəmiryolu işçiləri həm də sosial məsuliyyət nümunəsidirlər. Onlar yalnız qatarları hərəkət etdirmir, eyni zamanda şəhərlər və kəndlər arasında mədəni əlaqələrin inkişafına xidmət edir. İnsanlar bir-birinə yaxınlaşdırırlar. Bu, hər bir vətəndaş üçün böyük dəyərdir. Çünki hər bir səyahət yalnız fiziki məsafəli deyil, həm də qəlblər arası bağlılığı artırır. Əlavə
olaraq dünya təcrübəsindən də nümunə göstərmək olar. Dünyanın inkişaf etmiş ölkələrində dəmiryolu işçiləri cəmiyyətin hörmətli vəzifələrindən biri kimi qəbul olunur. Onların xidmətə verilən dəyər, yüksək əmək şəraiti və sosial təminatda Azərbaycanda bu peşənin vacibliyini göstərir. Bizim işçilərimiz də öz peşələrinə görə həm hörmət, həm də qürur hissi daşıyırlar. Bugünkü verilişimizdə xüsusi diqqət yetirmək istədiyim bir məsələ də var. Dəmiryolu işçilərinin təhlükəsizliyi işin mürəkkəbliyi və məsuliyyəti onları daim diqqətli olmağa, təhlükəsizlik qaydalarına əməl etmək sövq edir. Bu həm özlərinin, həm də sərnişinlərin həyatını qoruyur. Onlara görə də hər birimiz onların işinə hörmətlə yanaşmalı, onların xidmətini də yüksək qiymətləndirməliyik. Dəmiryolu işçiləri həmçinin təhsilə və peşəkar inkişafına böyük önəm verirlər. Müasir tələblərə cavab verən mütəxəssislər yetişdirir. Bu peşənin gələcəyini təmin edir və davamlı inkişafı təmin edən əsas faktor kimi çıxış edir. İcazə verin, burada bir qısa statistik faktı qeyd edir. Son 10 ildə Azərbaycanda dəmiryolu şəbəkəsi 15% genişləndirilir. Sərnişin daşınması isə 25% artır. Yalnız infrastrukturun inkişafı ilə deyil, həm də işçilərin zəhməti və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu statistik rəqəmlər hər bir dəmiryolu işçisinin fədakarlığını, dəqiqliyini və məsuliyyətini göstəricisidir. Dəmiryolu işçilərinin həmçinin tarixi mirasımızdan qorunmasına rolu böyükdür. Köhnə stansiyalar tarixi, qatar xətləri, eləcə də keçmiş dövrlərə aid sənədli arxivlər onları diqqət və qayğısı ilə qorunur. Bu yalnız texniki iş deyil, həm də milli tariximizin və mədəniyyətimizin qorunmasıdır. Gəlin bir də qısa hekayə ilə bu fikri möhkəmləndirək. Bir dəmiryolu işçisi Ucar və Şirvan stansiyaları arasında keçən qatarın mühəndisi öz həyatını risk ataraq yol boyunca qəza törədən daşları və maneəli aradan qaldırır. Onun səyləri sayəsində qatar təhlükəsiz iş şəkildə yola davam edir və sərnişinlər narahat olmadan yolculuğunu tamamlayır. Bu hekayə hər bir dəmiryolu işçisinin vətənə və insana xidmətdəki fədakarlığını göstərir. Əziz dinləyicilərimiz, hörmətli müəllimlərimiz, dəyərli şagirdlər. Bugün biz Azərbaycan dəmiryolu işçilərinin peşə bayramını qeyd etdik. Onların fədakarlığını, əzmkarlığını və milli iqtisadiyyata verdikləri töhfələri xatırladıq. Onların fəaliyyəti yalnız iş deyil, həm də vətənə xidmət, cəmiyyətə, məsuliyyət və gələcəyə ümidi simvoludur. Gəlin biz də onların nümunəsində ilham alaraq hər sahədə məsuliyyətimizi artıraq. Birimiz öz peşəmizdə, təhsilimizdə və gündəlik həyatımızda kiçik olsa da bir dəyişiklik edə bilərik. Dəmiryolu işçilərinin səyləri bizə göstərir ki, fədakarlıq, intizam və vətənpərvərlik hər bir uğurun təməlidir. Mən İlknur Ağazadə, 6B sinif şagirdi olaraq bugünkü proqramımızı burada yekunlaşdırıram. Sizi salamlayır. Hər bir dəmiryolu işçisinə uğurlar arzulayır. Vətənə xidmət yolunda daim uğur və sağlamlıq diləyirəm. Gələcəyimiz işıqla dolu olsun. Hər birimiz bu işığı paylaşaraq daha da böyüdək. Sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm və növbəti efirimizdə yenidən görüşənə.